Salam dostlar, xoş gördük. Bugün növbəti videoda, keçən videoda olan çakrar haqqında olan söhbətin davamı olacaq. Əvvəlcə çakrar haqqında yenə ümumi bir məlumat verim ki, bu Hind fəlsəfəsinə görə insanın bədənində 7 çakra, 7 enerji giriş-çıxış nöqtəsi onun onurğa sütununun boyunca, sanki yəni onun üzərində yerləşmiş olduğu təsəvvür edilir, yəni belə düşünülür. Bu insanın deməli büzdüm nöqtəsindən tutmuş ta başının üstündəki təpə nöqtəsinə qədər deməli bir sahəni əhatə edir. Bu 7 çakranın hər birisinin deməli insan bədəninə müxtəlif enerjilər daxil olur və bu hər birisinin insan həyatında öz rolu var. Yəni bu enerji giriş-çıxış nöqtələrindən daxil olan enerjilər insanın istər fiziki olaraq, istər də onun həyatda digər işi, yaşayışı, işi, uğur qazanması, fəaliyyəti, mənəvi durumu, duyğu durumu və s. hər birisinə təsir göstərir. Yəni insanın həyatı bir enerji ilə təmin olunur. Çünki insan özü də bir enerjidir. Yəni böyük, kainatda olan böyük enerji dənizində bir damladır, onun bir parçasıdır. Və demək olar ki, onun həyatı, fəaliyyəti də enerji ilə təmin olunur. Keçən dəfəki videoda biz kök çakra və bu kök çakra ilə əlaqələndirilən 3-cü göz çakrası haqqında danışdıq, bu barədə söhbət elədik. Kök çakra dedik ki, əgər insanın bu maddi aləmə, maddi dünyaya bağlanma, köklənmə çakrasıdırsa, bu kök çakrasının rəngi qırmızıdır və bunun elementi də torpaqdır. Digər 3-cü göz çakrası isə insanın mənəvi dünya ilə, mənəvi ağılla, yəni üstün zəka ilə olan bağlantı çakrasıdır. Və bu iki çakra arasında olan əlaqə də ondan ibarətdir ki, insanın kök çakrası açıq olduqda, yaxşı işlədikdə, yəni kifayət qədər kök enerjisi aldıqda, köklənmə enerjisi aldıqda, insan həyata yaxşı bağlanır, dünyada özünü daha rahat, daha əminlik içərisində hiss edir. Dünya mənim evimdir, dünya bizim evimizdir sözünü daha əminliklə deyə bilir və dünyaya bağlandığı üçün onun maddi nimətlərindən də daha yaxşı istifadə edə bilir. Və təbii ki, bizim yolçuluğumuz bu maddi bədən ilə olduğuna görə, maddi bədənimizin yaşaması üçün də bizim dünyaya, maddəyə ehtiyacımız olduğuna görə bu kök çakrası da bizim üçün çox əhəmiyyətlidir. Və bunun insanın bu maddə dünyasında daha yaxşı köklənməsi, o əminliyi əldə edə bilməsi, özünü güvəndə, qoruma altında hiss etməsi üçün onun ilahi dünya ilə bağlantı quran çakrasının, 3-cü göz çakrasının da açıq olması lazımdır dedik. Ona görə ki, yəni insan bir fiziki bədənli olması ilə bərabər onu hərəkətə gətirən bir üstün gücün, bir üstün ağlın olduğunu da bilir, başa düşür və ilahi güclə o əlaqəni, mənəvi əlaqəni, daxil əlaqəni qura bildikdə özünü daha güclü hesab edir, daha güvəndə, daha deməli qoruma altında olduğunu hiss edir, daha doğru qərarlar qəbul edə bilir, öz həyatı üçün daha yaxşı seçimlər edə bilir. Bundan sonra gələn ikinci çakra, deməli göbəyimizin alt hissəsində yerləşən çakradır. Buna sakral çakra deyilir və bu çakranın rəngi də turuncudur. Bu çakra da yenə digər çakra kimi, deməli həmin o çakra nöqtəsindən insan bədəninə enerji daxil olduğu düşünülür və dönüb dolanaraq bir girdab kimi, burulğan kimi dönüb dolanaraq enerjinin insan bədəninə daxil olduğu düşünülür və bu enerji insanın həyat eşqini, yaşamaq eşqini, həyat enerjisi
başqa bir adı ilə bu insana həyat enerjisi verir. Bu çakradan daxil olan enerji həyat enerjisi adlanır. Bu enerji kosmik enerjidir, buradan daxil olan enerji və bu çakra eyni zamanda insanın yaradıcılığı ilə, onun cinsi istəkləri ilə, həzləri ilə, yəni insanın yediyi yeməkdən də həzz alması, dinlədiyi musiqidən də həzz alması, izlədiyi bir filmdən də, yəni həyatdan zövq alması bu çakra ilə əlaqələndirilir və əgər bu çakra açıqdırsa, insan daha çox yaradıcılıqla məşğul ola bilir. Daha yeni avangard düşüncələr, ideyalar onun ağlına gəlir və insan həyatını şövqlə yaşayır. Bu çakranın, yəni bu enerji nöqtəsindən daxil olan enerjinin insanın bütün bədəninə yayıldığı düşünülür və bu enerjinin fiziki bədənə ötürüldüyü düşünülür. Yəni fiziki bədənimiz bir maddədir. O da bir enerjidir. Enerjinin sıxlaşmış, bir qədər qatlaşmış halıdır. Onun da özünə görə bir vibrasiyası, bir tezliyi var, bir frekansı var. Lakin nisbətən yavaş olan tezlikdədir. Biz, yəni insanın fiziki bədəni gözlə görünəndir, əllə toxuna bilirik və fiziki bədəni aşınmaya, zədələnməyə və s. məruz qalır. Yəni bir maddədir. Onun deməli bu həyatda qalması üçün onun qorunması, fiziki bütövlüyünü qoruması lazımdır. Daha çox təbii qidalarla qidalanmaq, təbii deməli şəraitdə yaşamaq, yəni təbiətlə daha çox sıx əlaqədə olmaq, təmiz havada olmaq, yürüyüş etmək, yəni insanın sağlamlığı üçün demək olar ki, tibbin məsləhət gördüyü bəzi idman növlərindən məşğul olmaq və s. bu fiziki bədənin sağlamlaşdırır. Amma eyni zamanda fiziki bədənin öz fəaliyyətini davam etdirməsi üçün onun daim enerji ehtiyacı var. Bu enerjiyi biz həm dediyimiz kimi torpaqdan alırıq, həm yediyimiz qidalardan alırıq və eyni zamanda da bu enerji fiziki bədənin insanın daha şövqlü olması üçün, gördüyü işlərlə daha şövqlə məşğul olması üçün onun bir həyat enerjisinə də ehtiyacı var. Bu kainat, kosmosdan gələn enerjidir və bu enerjiyi də insan ikinci çakra, sakral çakra vasitəsilə əldə edir və bunu fiziki bədənə ötürür. Yəni, əgər fiziki bədənimizin daha sağlam olması üçün bizim bədənimizdə dövran edən qan dövranının tonusunun normal olması, qanımızın normal olması, deməli, təpədən dırnağa, bütün bədənimizə, eyni zamanda daxili orqanlarımıza da dövr edən qanın normal olması lazımdırsa, əgər həyatda şövqlə yaşamaq üçün, daha yaradıcılıqla yaxşı məşğul olmaq üçün, yəni insanın öz həyatında zövq alması üçün onun, deməli, sakral çakradan daxil olan enerjisində, bax bu qayda ilə bütün, deməli, enerji bədənin hər nöqtəsinə yayılması lazımdır. Yəni, belə Hind fəlsəfəsinə görə insan bədənində enerji kanalları var. Bu kanallar sol kanal ida kanalıdır, sağ kanal Pingaladır və bir də mərkəzi kanal var, mərkəzi enerji kanalı. Bu da Sunna Nadidir, enerji kanalına nadilər deyilir və bu Sunna Nadinin üzərində olan çakralar vasitəsilə alınan enerji insan bədənində necə əsas qan damarlarından əlavə kapilyarlarda olduğu kimi, yəni bu kapilyarlar vasitəsilə qanımızın, bədənimizin, daxili orqanlarımızın hər bir nöqtəsinə götürüldüyü, paylandığı kimi bu enerjinin də bu istər əsas enerji kanalları, istərsə də yer xırda enerji kanalları vasitəsilə bədənimizin demək olar ki, hər nöqtəsinə ötürüldüyü düşünülür və bu da bizim fiziki bədənimizin daha sağlam olmasını, daha
bizim daha aktiv olmamızı, həyatı daha çox sevməmizi, yaradıcılıqla, şəxsi işlərimizlə daha yaxşı məşğul olmamızı təmin edir. Və buna görə də bu çakranın, çakramız əgər açıqdırsa, kifayət qədər enerji alırıqsa, biz köklə çakra vasitəsilə həyata daha yaxşı bağlandıqsa, kökləndiksə, amma burada bir də şövqlə yaşamaq var. Yəni, gördüyün işi sevmək, o işlə sevərək, ürəkdən məşğul olmaq, işində gözəl nəticələr, yaxşı nəticələr əldə eləmək. Bunlarla hər birisindən bu ikinci çakramız cavabdehdir. Yəni, bu çakra ilə əlaqələndirilir. Və bu, əgər fiziki bədənimiz bir zərər gördükdə, yəni onu hər hansı bir deformasiya olduqda, insan yıxılaraq, məsələn, dizini zədələdikdə, ən birinci görəcəyi şey, əgər dərhal yarasının üstünü təmizləyəməsi, oraya hər hansı bir müvəqqəti qoruyucu vasitə sürtməsi olursa da, bundan sonra ilk addım həkimə müraciət etmək olur. Orada deyək ki, həkim onun dizini gözdən də müayinə edir, rentgenə də saldırır, lazım gəlirsə bu deməli gipsə qoyulur, lazım gəldikdə hər hansı bir məlhəm yazılır, yaxud da bir sarğı olunur. Bu bədənin fiziki bütövlüyünü təmin etmək, onu deməli fiziki cəhətdən, tibbi cəhətdən müalicə eləməkdir. Və həyatda bunu əvəz edən heç bir duyğu, düşüncə, hər hansı bir meditasiya falan yoxdur. Fiziki bədənə bir zərər dəydisə, hər bir insan onun həyatda tutduğu mövqeydən, düşüncəsindən, duyğu durumundan asılı olmayaraq tibbi xidmətdən istifadə edir, həkimə müraciət edir və həkimin yazdığı dərmanlar, preparatlar və s. vasitəsilə fiziki cəhətdən sağlamlaşmağa çalışır. Amma burada bu ikinci çakra vasitəsilə daxil olan enerjinin, yəni insanın o eterik bədən enerjisinin rolu bu deməli fiziki bədənin sağlamlığını davamlı eləməkdir, onu uzun ömürlü eləməkdir. Burada yəni məqsəd bu eterik bədən dediyimiz bu efir formasındadır. Yəni bu təbəqədə, bu çakrada olan enerjinin insanın bədəni ətrafında 1,5 sm, 2 sm arasında bir tüstüyə bənzər bir təbəqə yaratdığı düşünülür. Və bu insanın deməli həyat enerjisi adlanır və insanın fiziki bədənində olan hər hansı bir deməli xəstəlik, mənfi enerjilər həmin bu ikinci çakrada da özünü büruzə verir. Yaxud da ikinci çakrada büruzə verilən şeylər insanın fiziki bədənində təkrarlanır. Ona görə də insan hər hansı bir xəstəlik olduqda, tibbi müalicə aldıqda və almalıqda, bu zaman yaxşılaşdıqda onun qarşısında duran ikinci sual bu olur. Bu əldə elədiyim tibbi vasitələrlə əldə elədiyim sağlamlığımı necə dayanıqlı edə bilərəm? Bunu necə qoruya bilərəm? Yəni, bu xəstəliyin bir döngüyə girməməsi üçün, tez-tez xəstələnməmək üçün insanın öz duyğularından tutmuş, düşüncələrini, əməllərini, hərəkətlərini hamısını nəzərdən keçirməsi lazımdır və bunların da hər birisindən cavabdeh olan çakralar var. Bu ikinci çakra da insanın bədəninə daxil olan enerjini və bu enerjinin insanın bu enerji bədənində, enerji kanallarında nə qədər yaxşı dövr etməsindən əlaqəli olan bir çakradır. Yəni bu çakra əgər yaxşı işləyirsə, insan kifayət qədər kosmik enerji alırsa, onun ruhu da yüksək olur. O daim yaşamaq, yaratmaq, yeni uğurlar əldə eləmək, yeni nailiyyətlər qazanmaq istəyir, həyatı çox sevir. Lakin bəzən elə olur ki, bəzi insanlar bu cür şövqlə yaşayır, bu cür şövqlə yaradır və çox gözəl də uğurlar əldə edir. Amma bəzilərimiz üçün bu belə olmur.
Bəzən hər şeyi insan doğru düzgün yerinə yetirir. İkinci çakrası da açıq olur. Çox gözəl kainat enerjisi də ala bilir, kosmik enerji də ala bilir. Bədəni çox gözəl enerji ilə dolur. Həyatı sevərək, öz işini sevərək, öz işi ilə məşğul olur, amma son nəticəyə çata bilmir, son nəticəni əldə edə bilmir. Və bu insanın fəaliyyət çakrası, insanın fəaliyyətini, əməllərini, səbəb nəticə çakrası, yəni bədəni hesab olunan, həm maddi aləmlə mənəvi aləm arasında körpü olduğu düşünülən boğaz çakrasının fəaliyyəti ilə əlaqəlidir.